Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük rüsumlarını ödəmir və bunu nümayişkaranə şəkildə eləyir. Belə bir açıqlama ilə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin çıxış eləyib. Onun fikrincə, rəsmi İrəvan bu addımı ilə təşkilat çərçivəsində əməkdaşlığı praktik olaraq dayandırdığını göstərməyə çalışır. Eyni zamanda Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmaqla güya Rusiya ilə münasibətlərini qoruduğu görüntüsünü yaradır. Əslində isə hökumətin məqsədi tamamilə fərqlidir. O, qərbə inteqrasiya kursunu seçib və bu istiqamətdə ardıcıl addımlar atır. Zatulin diqqətə çatdırıb ki, Ermənistanın gələcək taleyi və geosiyasi istiqaməti 2026-cı ildə keçirilməsi planlaşdırılan parlament seçkisində müəyyən olunacaq. Həmin vaxt xalq hər kəsə xəyanət edən mövcud hakimiyyətin fəaliyyətinə siyasi qiymət verməli olacaq. Ekspertlər bildirirlər ki, Paşinyan hakimiyyəti Kremllə münasibətləri zəiflətmək və qoca qitə ilə yaxınlaşmaq siyasətini ardıcıl şəkildə həyata keçirir. KTMT ilə əməkdaşlığın dondurulması da bu kursun tərkib hissəsidir. İrəvan artıq siyasi cəhətdən üzünü qərbə tutub, Rusiya ilə bu və ya digər formada siyasi əlaqələrini azaltmaqda qərarlı görünür və Ermənistan özü ilk imkanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqda maraqlıdır və Rusiyanın indiki məqamda üzvlük xərclərinə görə onu təşkilatdan kənarlaşdırması əslində elə Paşinyanın əlinə oynanmış olacaq. Rusiya rəsmilərinin, xüsusən Zatulinin verdiyi bəyanatlar yalnız və yalnız Moskvanın Ermənistan üzərində təzyiq bloku yaratmaq cəhdləri görüntüsündən başqa bir şey deyil. Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Pankin isə deyib ki, Ermənistan 2025-ci ilin sonunadək KTMT büdcəsinə üzvlük haqlarını ödəməzsə, təşkilata üzv ölkələr müxtəlif ssenariləri nəzərdən keçirə bilərlər. Eyni zamanda mövcud vəziyyətə baxmayaraq, Rusiyanın hələ də İrəvana qarşı təmkin nümayiş etdirdiyi və güzəşt yolunu seçdiyini dilə gətirib. Görünən odur ki, Moskva da münasibətləri tam qoparmaq istəmir. Lakin Paşinyan hakimiyyətindən atılan addımlar etimadları ciddi şəkildə sarsıdır. Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan bəyan edib ki, rəsmi İrəvan 2024-cü il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük haqqını ödəməyib. Nazir bunun məqsəddə olduğunu gizlətməyərək Ermənistanın təşkilatdakı iştirakına dair sualların açıq qaldığını vurğulayıb. Mirzoyanın bu açıqlaması Ermənistanın KTMT ilə münasibətlərinin daha da gərginləşdiyini göstərir.